Salam dostlar, Lerikdəyəm. Buranın qonaqpərvərliyi, insanların cana yaxınlığı şübhəsizdir. Hər zaman razı qaldığım bölgədə ümumiyyətlə Cənub. Gözəllik də öz yerində, amma bir əmması var, indi deyəcəm sizə. Bir baxın gözəlliklərə. Burada əmma nədir? Burada kirayə evlərin, istirahət üçün evlərin aylığı 3000-5000 aralığındadır. May ayında ki, mövsüm gedişatında, yəni sezonda bu qiymətlər gəlib çatacaq. Təxminən 8000 manata. Rus demiş ki, Takuşda oturun, Bakıya şükür eləyin. Lerikdə 3000-8000 aralığında dəyişir. Yəni aylıq istirahət evlərinin qiyməti bilmirəm indi bu nədən asılıdır, amma mən ehtimal edirəm ki, bu evləri inşa etdirənlərin böyük əksəriyyəti ya yerli sakinlər deyirlər, bilmirəm. Hansısa iş adamlardır ki, belə qiymətlər təyin ediblər. Hələ may ayında belə qiymətlərə çox, yəni sezonun gedişatında dəhşət olacaq. Və bu gedişlə belə baxıram ki, elə bu yayda leysan olacaq. Yəni rayonlara gedən olmayacaq. Çünki Allah bu qiymətləri götürməyəcək.